altını su götürüp gelir. Bütün komşularda da eləyir. Gelin bakın. Evimin altına bakın. Zirvəmini su basıbdır. Görün bunu Allah götürər. Körpə uşaqlı evdir. Sonra da deyirlər ki, Zəngəsən belə dedik bizə. Əşit belediye baxmalıdır. Her şeye belediye baxmalıdır. Hayatım canım evimin altı batıp gelir. Salam değerli izleyiciler. Bura Sumqayıt şəhəri Yaşıldərə yaşayış massivi Abbas Mirzə Şərifzadə küçəsidir. Keçən gecə Sumqayıt şəhərinə yağan güclü yağış bu yaşayış massivinin yollarını iflis vəziyyətinə salıb. Bu yaşayış massivində yaşayan sakinlər kanalımıza müraciət edərək bildiriblər ki, yaşadıkları evlərin zirzəmilərini su basıb. Kardeş bakın gelin görün benim hayatım. Evimin altını su götürüp gelir. Bütün komşularda da eləyir. Çəkilişi eləyin ki, qoy görsün. Yollara belediye hara bakır bilmirəm. Gelin bakın. Evimin altına bakın. Zirvəmini su basıbdır. Görün bunu Allah götürər. Körpə uşaqlı evdir. Sonra da deyirlər ki, Zəngəsən belə dedik bizə. Əşit belediye baxmalıdır. Her şeye belediye baxmalıdır. Hayatım canım evimin altı batıp gelir. Bir komşular istedesin. Gelin gelin. Daha insanlar buraya yığılmışı. Optik kanalizasyon tutulur benim evimin altına gidiyor. Ve girmeler mi? Sudur, tamir, cabarı gösterir. Valla ben çorapsız giymişim ki sapakla gördüm. Bak. Gördüm. Bu insan yaşayışıdır bu. Kanalizasyalar, cabra kanalizasyon gösterir. Çakırda çekirler. Doludur. Bilmiyorsan. Cabra kanalizasyon doludur. Hamısı evin altına. Kanalizasyon. Belediye kime değil derdimizi? Kime? Gör belediye görmüyor özü. Yollar ne gündedir. Hiç kim gelip yoklamır. Zirzəmi də şundur, qonşunun həyətində zirzəmisi də o üstlərlə qayçadır. Hamısı belə yalnız bu ana liniyanın qapadan açmalıdırlar, əlacı eləməlidirlər. Dayanması geçsin, tutarız getdi. Aidiyyatı təşkilatlar bu işlə məşğul olmalı. Görsən həyat. Biz də baxın, görün nə gündədir, cəmaət nə gündə yaşayır. Suyun içindədir. Ev, qapı hamısı suyun içindədir. Bir nəfər maraqlanmır kanalizasiya ilə, su ilə. Yox, yağış. Bir gün o küçəndə çəkin, nə gündə damsın. Buyurun bakın, bu da padvalımız. Su basıbdır, ana linya tutulur, ona o hesaba da verir su, girinaj, hiçbir rol oynamaz. Bu da suyumuz. Alın. Hamısı sudur. Evlerin bütün hamısının altı belədir. Bizim vəziyyətimiz çox ağır vəziyyətdədir. Bizim bu bələdiyyə, icra hakimiyyəti, qardaş mən evimə girib çıxa bilmirəm. Burada nətər keçim evimin qapısına. Bütün həyəti su basır. Bütün qapı orada, mən sapaşqı ilə gedim, uşaqlarımı göndərə bilmirəm. Bu çox çətindir vəziyyət. Bu tuneldən keçən bütün xəttdə sistemi bizdə heç səs çəkilmir. Nətər olacaq bu işlərin axırı? Vəziyyət çox pisdir, hər yeri su basıb, uşağı göndərmək olmur, tunelin ağzından keçə bilmir. Nə olacaq bu işlərin axırı? Mən buradakı aidiyyəti qurumlara müraciət edirəm. Bu Sumqayıt şəhər bələdiyyəsi, Sumqayıt icra hakimiyyəti bir çarə tapsınlar, bu kanalizasiya sistemini düzəltsinlər. Bu işlərin axırı nətər olacaq? Biz uşaqlarımızı hər yağış yağanda evdə saxlayacaq, məktəbə göndərə bilmirik. Bir xəstə olanda çıxıb qaça bilmirik buradan. Bunlara bir çarə tapsınlar, bizə bir kanalizasiya sistemi, bütün tək kanalizasiya sistemi deyil, bütün işıq sistemi, işıq da keçir, qalırıq işıqsız gecə səhərəcə.